İngilis dilində tələffüzümüzü necə inkişaf elətdirə bilərək? İndi oxuyacağımız və tərcümə eləyəcəyimiz mətn bunun haqqındadır. Diqqətlə qulaq asın. How to improve your pronunciation? Tələffüzünü necə inkişaf elətdirmək olar? Do you find it difficult to pronounce words in English? Sənə ingilis dilində sözləri tələffüz etməyə çətin gəlir? Do people sometimes say that you're hard to understand? İnsanlar sənə deyirlərmi ki, səni başa düşməyə çətindir? Here are 3 tips to help you improve your pronunciation. Burada sənin tələffüzünü inkişaf elətdirmək üçün 3 məsləhət var. Pay attention to your mouth and tongue. Ağzına və dilinə diqqət elə. Pay attention, diqqət yetirmək. The next time you're watching an English TV show or movie, pay attention to the actor's mouth. Növbəti dəfə ingilis dilində hər hansı bir kinoya və yaxud da ki, şoya baxanda aktyorların və ya aktrisaların, fərq etməz, ağızlarına diqqət yetir. Play the video in slow motion. Yəni, biz bunu YouTube-da eləyə bilərik, məsələn. Həmin o videonu yavaş hərəkətdə, slow motionda qoy, oynat. Then try to copy the faces and sounds the actors are making. Sonra həmin o üzləri kopya eləməyə çalış, köçürməyə çalış sanki özünə və o aktyorların səsini çıxart. Yəni, onlar necə eləyirlərsə, sən də o səsləri çıxart. If you can't figure out how to pronounce something, ask your teacher or native speaker when they put their tongue when they say it. Əgər figure out başa düşmək. Əgər sən başa düşmürsənsə, nəyisə tələffüz etməyə başa düşmürsənsə, yəni anlaya bilmirsənsə, onda müəllimindən və yaxud da ki, əsl İngilizcə danışan, yəni native speaker, doğma ingilis dilisi doğma dili olan birindən soruş. Ki, onlar məsələn hər hansı bir sözü deyəndə bunu necə deyirlər? Dillərini hara qoyurlar? Where they put their tongue, yəni dillərini hara qoyurlar? Maraqlıdır. Practice intonation and stress. Yəni, intonasiya və vurğuya diqqət eləməliyik, bunu məşq eləməliyik. İngilislərin intonasiyası və vurğusu cümləyə, sözə qoyduqları intonasiya və vurğu bizimkilərdən fərqlənir. When you listen to someone speaking, you'll notice that their voice goes up or down with each word. Sən deməli, bir danışan birinə qulaq assan, onda görəcəksən ki, onların səsləri yuxarı qalxır, goes up, və aşağı düşür, down. Hər sözdə qalxır, düşür. This is called intonation and it can change depending on the speaker's emotions or accent. Bu intonasiya adlanır və danışan insanın emosiyalarından, yəni hissindən, hisslərindən, keçirdiyi hisslərdən və aksentdən, hər birimizin aksenti şivəsi var axı, ondan fərqli olaraq dəyişir. Amerikalılarda da British accent var, American accent var, Canadian var, Australian var, yəni bizdə olduğu kimi, məsəl üçün, Bakı aksenti, Qarabağ, Şəki, bizi də fərqlidir, onlarda da fərqli ola bilir. Simple statements like I want to go to the store usually have little or no intonation. Deməli, kiçik cümlə, sadə cümlələr, məsələn, hansı tip sadə cümlələr? Məsələn, mağazaya getmək istəyirəm, tipli sadə cümlələrin çox az və yaxud da ki, heç bir intonasiyası yoxdur. Yəni, xüsusi qalxıb enən intonasiya yoxdur. While yes or no questions like do you want to go to the store? Yes no sualları kimi olan, yəni cavabında ya yes ilə cavab verirsiniz, ya no ilə cavab verirsiniz. Bu tipli suallarda isə, məsələn, sən mağazaya getmək istəyirsən tipli suallarda isə have a rising intonation, yəni qalxan bir intonasiya var. Do you want to go to the store? Store sözündə artıq intonasiya yuxarı qalxır. Or other questions like digər suallar, məsələn, necə suallar? Where do you want to go? Where do you want to go? Have a falling intonation. Burada isə, deməli, xüsusi suallarda isə
Enən, falling intonation. Enən intonasiya var. Each word also has its own stress. İngilis dilində belədir, bəli. Hər sözündə özünə məxsus stresi, yəni vurğusu var. Bəzən vurğu böyük ehtimalla, çoxluqla birinci hecanın üzərinə düşür, birinci belə deyə hərfin, hətta belə də hecanın deyə hecanın üzərinə düşür, bəzən isə ortaya düşə bilir. For example, the word present is pronounced differently depending on the meaning. Bəli, present sözü bəli elədir. Mənadan asılı olaraq fərqli tələffüz oluna bilər. If you say present, the word is a noun, meaning either no or a gift. Daha doğrusu present. Present kimi tələffüz eləyəndə, if you say present, present kimi tələffüz eləyəndə deyir ki, onda bu söz ya indi mənasını daşıyır, ya da ki, hədiyyə mənasını. Present kimi tələffüz eləyəndə. But if you say present, amma sən onu present kimi, present, zentin üzərinə vurğunu vurursansa, pre hissəsi aşağıda qalırsa, it's a verb meaning. Bu bir feildir və mənası nədir? To give or show. Ya təqdim eləmək deməkdir, ya da ki, vermək deməkdir. Aha, record yourself, özünü record elə, yəni səsini yazdır. Yaz daha doğrusu. Choose one or two sentences from a movie and practice saying them a lot of times. Deməli, hər hansı bir kinodan bir və ya iki cümlə seçirik və onları birinci dəfə, çox dəfə deməyə çalışırıq. Then use a camera to record yourself. Sonra isə özümüzün səsimizi yazmaq üçün kameradan istifadə edirik. Check to make sure your mouth and tongue are in the right place. Deyir, özünü yoxla və əmin ol ki, sənin ağzın və dilin doğru yerdədir. İngilis dilində belə bunlara fikir verməliyik. And that you're placing stress on the right part of each word. Və sən hər sözdə doğru yerə, right part, doğru hissəyə qoyursan vurğunu. Bu İngilis dilində çox önəmlidir. Vurğu, intonasiya İngilis dilində çox önəmlidir və dilimizin deməli necə qoymaq, ağzımızı hansı formada açmaq bu İngilis dilində çox önəmlidir.